Börək ağrıları hamilə qadınlarda daha çox rast gəlinə bilər. Hətta bu şiddətli ağrılar öyümə, qusma, hərəkətsiz bir halda pozisyonda durmasına belə gətirib çıxara bilər. Xəstə əlini tutar bir sağına, soluna, hərəkət eləmək istəməz. Çünki baxın, dölün bir hissəsi biraz öncə vurguladığım kimi sərt bir hissəsi sidik axarını sıxır. Qolu, çiyni, çanağı sıxdığına görə incə sidik borusudur. Sidik axarı ureterdir. Sıxır və börəkdən düşən sidik atıla bilmir, börək şişir. Bu zaman biz nə edirik? Və yaxud da kiçik bir daş düşür. Hamilə olduğu üçün o daşı sala bilmir. Bu zaman biz mütləq doğuş gerçəkləşənə qədər WG kateter stent dediyimiz borudur. Sağdadırsa sağa, soldadırsa sola və yaxud da iki tərəfə WG stent qoyuruq və doğumun gerçəkləşməsini gözləyirik. Bu zaman artıq ondan sonra əgər daş varsa daşı götürürük və yaxud da daşa görə deyil, sıxılmaya görədirsə artıq stentləri çəkirik. Ona görə hamilə qadınların 3 aydan bir mütləq uroloji USM olmağı məqsədə uyğun hesab olunur. Börəyin ağrılarına səbəb mexaniki səbəblər ola bilər ki, biraz öncə dediyim aberdən damardır, döldü, hamiləlikdir, sidik axarına düşmüş daşdır. Ən pis variantlar retroperitoneal olan şişlərdir, hansı ki bunlar da sidik axarını sıxa bilər və şiddətli ağrılar, dayanılmaz ağrılar verə bilər. Onun üçün müayinələrdən keçir, ya börəyimdə ağrı var deyib keçməsinlər, mütləq. Ən azı uroloji bir USM elətdisinə, əgər orada bir narahat olunacaq bir şey görüblərsə, mütləq uroloqa göstərsinlər.